Salam eleki dostlar. Marqorun balaları 22 günü tamam oldu. Ana südü bəs eləmir də. Ana südü bilirsiniz də müəyyən vaxta kimi, maksimum 20 günə kimi ondan sonra azalır. Köməkçi yemək vermək lazımdır. Baxın toyuğun sinəsidir bu. Bu başlayırlar bunlar bir-birindən yemək yeməyə. İlk yeməkləridir. Görək nə reaksiya verəcəklər yeməklərinə. Gəlin görək. Buldozerin nəticələri. Davay. Bir dənə dadım bilsin, bir dənə bu prosesə baxaq. Görək birinci hansı cəhd edəcək. Aha, ilk yeməkləridir dostlar, ilk yeməkləridir. Aha, ağzına dad gəldi. Onun da adını dizel qoyuruq. Buldozerin nəticəsi dizel. Götürəcəm onu bir dəqiqə. Hoppa, buna baxın dostlar. Buna baxın, hələ fikir verin buna. Sen de ye, sana kalmadı, sen de ye. Təsəvvür edin dostlar, belə balaca bir 22 günlük bala, vaxt gələcək bunlar 100 kilonu keçəcək bir itlər olacaq. Daha nə yeyirlər? Əslində bunların süt payları da çox olub dostlar, ona görə belə xaşal qarındılar. Heç inanmıram ki bundan doyalar, amma ki bu ilk yeməkləri olduğuna görə çox vermək olmaz. Hara getdin ay qız? Dişiler biraz incədir dostlar. Erkekler gördüğünüz gibi pota başlıyor. Ancak bunların qanları çok möhtəşəmdir də. Bu esas bunların qanıdır. Da qabda bir şey kalmadı da, el çəkil. Yeməklə doymayan yalamakla doymaz. İlk yeməkləri dostlar. Görün. Bunlar hokka verir. Bunun yemeğini deyəsən çatdıra bilməyəcəyik biz. Dadım bildi, ətin dadım bildilər. O da все da. Bunun mordasına baxın hələ. Bundan sonra da bunların qabağını almaq olmayacaq. Ətin dadım bildirsə çətin məsələdir. Dostlar, bizim kanalımıza abone olun. Bundan qabaqki 102 minlik bir səhifəmizi bağlayıblar. Bu bizim yeni səhifəmizdir. Bura abone olun. Yani baxırsınız elə bilirsiniz ki siz abunəçisiniz. Yox, amma bu təzə səhifəmizdir. Görürsünüz də bunlar imkan vermir bir söhbət eləyək. Hə qızım? Buna baxın hələ. Hə qızım, ayarla. Aladın, alamışdın. Hə dostlar. Bundan sonra ümumiyyətcə biz itlərin qidalanması haqqında bütün sizə məlumatları verəcəm. Nə vermək olar, necə başlayacaqsınız? Ana südündən beraber sonra 20 günündən sonra nə verilməlidir itlərə? Necə bunlara baxmalısınız? Hamısını izah edəcəm. Ona göre bizi izleyin mütləq. Və biləsiniz ki, ən doğru baxım, itlərin ən doğru baxımı nədir? Onda inşallah her şeyi düzgün edeceksiniz ve sizin de itləriniz möhtəşəm olacaqdır.